Bravo Baş Prokurorluq, Baş Prokurorluq, bravo Daxili İşlər Naziri, bravo Dövlət Təhlükəsizlik Xidməti, bravo. Əl birliyi ilə birləşib, həqiqətən bu uşağın qanını yerdə batırmağa bacardınız. Halaldır sizə, özüm ölüm. Yaxşı, bu İmişlidə 3 dənə məktəbli uşağı vurub öldürən o uşaqlara da o polislər öldürmüş də. Yaxşı, ortada video görüntülər var idi ha. Yoxsa durub deyərdiniz ki, o məktəbli uşaqlar da özünü gedib yuxarıdan atmışdılar. Sonra gəlib nədirsə küçənin qırağında belə o reski o peyda olub. Yox, şimdi belə bir şey uydurmamışdınız. Elgün məsələsində yəni belə bir şəkildə polisin cinayətini ortbasdır elədiniz. Siz fikir verin ha. Bircə məlumat eləyiblər, bir yaxşı bir tekst hazırlayıblar. Daxili İşlər Naziri, Baş Prokurorluq və Dövlət Terror Xidməti. Ki, sən demə, Elgün borclarını bağlayıb gəlib də axşam vaxtı telefonunu satıb, borclarını bağlayıb. Deyir, axşam vaxtı bir yol üstü bir dənə binaya çıxım, özümü atım da, görüm. Yəqin şeydir də, sevincindən yəqin o dostlarına olan borcunu bağlayıb, sevincindən yəqin ki, Elgün çıxıb binaya özünü atıbdır. Çünki orada görənlər var idi axı, orada demişdi ki, polislər döyüb daha sonra binadan götürüb aşağı atmışdılar. Və bunu da buna bağlayıblar da. Halaldır, Azərbaycan xalqı, Bazarbaycan xalqı və siz bu haqda nə demək istəyirsiniz? Bizim çox hörmətli Dövlət Təhlükəsizlik Xidməti, Terror Xidməti, Baş Prokurorluq və Daxili Quldurlar Nazirliyi bircə bəyanat yayıblar. Elgünün qanını beləcə batırdılar. Azərbaycan xalqı, yatmağa davam edin. Yatın, yatın. Bir gün bu hakimiyyət sizin qapınızı döyəcək, balanızı belə meydini atacaq üstünüzə. Yəni, sadəcə mən söz tapa bilmirəm də. Yəni, bəhanə, yəni, bizə elə bir bəhanə uydurun ki, ay dövlətin, nə bilim, o dövlətçiliyinizdə nalladığım Baş Prokurorluq, Daxili İşlər Naziri və Dövlət Terror Xidməti. Elə bir, yəni, bir tekst hazırlayarsa, bir balaca inandırıcı olar da. Yəni, axşam Elgün telefonlarını satır, borclarını bağlayır, gəlir yol üstü özünü binadan atır. Eləmi? Yəni, budur mu sizin məntiqiniz? Azərbaycan xalqı, siz nə deyirsiniz? Ayın 1-i mitingdir. Saat 15:00 28 may metrosunun qarşısında. Azərbaycan hakimiyyəti Elgünün qanını bu formada batırdılar. İmişli hadisəsində dediyim kimi də o 3 dənə məktəb, 4 dənə hətta məktəbli uşaq vurub öldürən o polis, ortada fakt var idi ki, polis maşınından o uşaqları polis özü vurub öldürmüşdü. Onu gizlədə bilmədilər. Çünki ortada fakt var idi. Polisi ortadan çıxartdılar, yuxa çıxartdılar. Cinayət işi, araşdırma, heç bir şey olmadı. Amma bu gecə vaxtı hadisə baş vermişdi. Gecə vaxtı ortada, hətta məndə olan məlumata görə Elgünün o döyülmə videosu Gəncədə bir neçə şəxsin əlində var və bu videonu izləyənlərdən xahiş edirəm, o video kimdə varsa mənə göndərsin. Elgünün qanını yerdə batmağa qoymayın ay millət. Valla sıra bir gün sizə gələcək. And ol Allah, o yaradana and olsun, bir gün sizə sıra gələcək. Bir gün susduqca sıra sənə gələcək. Susduqca bir gün sıra sənin övladına gələcək. Və sonda yeri gəlmişdim. Qabil Məmmədov, görsən, sən Əlin Ağayevi tərifləyirdin. Mən hakimiyyətə prezident gəlsəm, bir il mən onu saxlayacağım. Görsənmi? Sənin bax təriflədiyin Əlin Ağayevdir. Bunların ağına nə nəhlət, qarasına nə nəhlət. Görsən, üçü birləşdilər, Elgün cinayətini necə bağladılar. Azərbaycan, Bazarbaycan, Azərbaycan valideynləri, uşaq anaları, övlad sahibləri. İyunun 1-i beynəlxalq dünyada beynəlxalq uşaqlar gündür. Çıxın, Elgünün qanının yerdə batmağına icazə verməyin. Allaha and olsun deyirəm, bax, and içirəm, sıra sənə gələcək. Bir gün sıra sənin övladına gələcək, bax, məndən deməkdir. Ayın 1-i, iyunun 1-i saat 15:00 28 may metrosuna gəl. Qoyma Elgünün qanı yerdə batsın. Valla batıracaqlar. Hamınızın balasını öldürüb, bax, qanını belə batıracaqlar. Yəni, mən sadəcə dəhşətə gələm də, bunu açıqlamadı, axı, deyir, Elgün deyir, binadan özünü atıbdır. Binadan yıxılıbdır. Yox, axşam gəlib binadan kefinə bir intihar eləmək düşübdür, şey eləyib də, eləmi? Axmaqlar. Azərbaycan xalqı, bu hadisə, yeri gəlmişəm, bu hadisəni Türkiyə mediasında paylaşılır. Başqa ölkədə olsaydı, valla, xalq üsyana qalxardı. Amma siz belə bir soyuqqanlıq mı deyim, susqunluq mu? Sıra sənə gələcək, sənin qapını döyəcək bu hakimiyyət. Heç narahat olma. Bəyənin, paylaş.